Görün ne yaratmışam uşaqlar. Halaldır mənim qızlarıma. Yürüyeceğim afətə. Sevinç xanım. Adam ustalarım maşallah. Gözəlliydi də. Sevinç xanım. Bu tərəfə keçin. Ona görə deyirdim getməyir. Mənə nə var ki, mən işimi görüb qazanacam da. Bildiniz? Görün. Görmək gözəl görsənir. Bayağı var, hamımıza demiştim, baxın. Yok. Yok. Neye kulak basmışsınız? Neydi? 882 882 sonra ne? 923 neçənin neçəyə nisbəti? Bu saça baxın. Ben yol verin qızlar, xahiş edirəm. Hələ yazıq qızın saçının altı yaşlıda, yəni tez bazar ələ qurdu var ki, siz şey eləməsiniz. Hələ ukladki əmdə saçın üstüdür. Baxın sizə göstərəm, hələ yazığın kürəyi yaşdır. Sizə görə tək qızı temizləyirlər orada. Gördünüz? Bu bir gözəlliyidir. İndi əvvəli mənim qızımın özündə var, sənə göstərəcək indi, baxın. Usta ona deyirəm ki, bunu işləyir. Tük eyni, başdan bir dənə qırılma yoxdur. Gördünüz? Və saç deyirəm, sizə, dədə baba saçı. Maşallah. Saçında keratin də dili var imiş. Eyni vaxtda saçını hər gün deyirdin, düzdür? Göstər mənə qızım saçına. Baxın, göstərirəm sizə saçı. Saçın əvvəlidir. Saçın əvvəli, baxın. Göstərirəm sizə saçın əvvəlini. Görsənir? Gördünüz hamısını? Və indi neçə baldır, baxın uşaqlar. Bahalı-bahalıdır, düzdür? Mən həmişə deyirəm, bir rəng eləyəndə o bahalı-bahalı olmalıdır. Və qızı ayaq üstə gəzən model düzəltmişəm. O ayaq üstə gəzəndə istər-istəməz qızlar deyəcəklər ki, bir dənə deyəm. Xahiş edirəm. Bir dənə deyəcəklər ki, buradan soruşum görüm bu xanımın saçını harda eləyiblər. Dediniz? Ona görə bir iş görən vaxtdır, bir dinlə işləyirsiniz. İndi Allah xoşbəxt eləsin, gedə bilərsiniz. Gedin saçı qəşəng birini çəkmişik.